Salam dəyərli 9-lar. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri sizin üçün motivasiya videosu çəkmək istədim. Hansı ki, biraz dərsimə az vaxtım qalıb, amma istədim ki, bu vaxtı sizlə dəyərləndirək. Deməli, çox şagird deyir ki, məzunlara çatdıra bilmədim. Ki 11-lərə çəkdiniz, bizi unutdunuz və sizin belə deyim də motivasiya videosuna baxandan sonra yəni daha fokuslanmış şəkildə dərslərimizə davam edə bilirik, hazırlaşa bilirik, nələr düşə bilər. Bu haqqda video istədilər məndən. Mən də istədim ki, paylaşım. İlk olaraq bu tipdə videoların davamının gəlməsini istəyirsinizsə, videonu like etməyi unutmursunuz və indi keçid edirik 9-cu siniflər üçün nələrə diqqət etməli olduğumuz nüanslara. Deməli uşaqlar, biz dinləməni yazarkən nələrə fikir veririk? Dinləmədə bütün sözlərə fikir verin. Bütün sözlər necə? Dinləmədəki cümlədə açar sözlərə fikir verməlisiniz. Yaxşı, misal üçün çox sadə bir cümlə ilə deyirəm. Burada dim yoxdur, aşağıdadır, ona görə kitabı götürmədim. Misal üçün, the people mostly live in Central America, for example, belə bir cümlədir. Sən burada bu uzun cümlədə ən əsas fikir verəcəyin hissə nədir? Yer bildirən söz. Və yaxud da orada il yazısı, altına xətt çəkirəm, burada il var. Yəni sən onlara fikir ver. Okay, indi true false-da əlavə olaraq nəyə deyə bilərik? True false-da biz cümləni eşidirik. Eşidəndə ola bilər ki, belə deyim, 5 cümlədirsə, 4-də olduğu kimi düz gəlir. Sən tələsirsən ki, aha, bu doğruda true götürüm. Sən axıra ona fikir ver. Burada buynuzum çıxıb, nəysə. Sən ona fikir ver, yaxşımı? Sonda olan sözlərə xüsusilə fikir ver. Əlavə olaraq nəyə deyə bilərəm? Hardly sözü nota bərabər bir şeydir, inkarlıq verir. Hardly sözünü gördün, deməli bu cümlə inkardır. Ola bilər təsdiq formasına verə bilər, elə bilərsən ki, bu yəni doğru fikirdir. Yəni cümlə təsdiqlədir, xeyr. Hardly-ya, only-ya, yəni bunlara fikir verirsən. Mən normal Azərbaycan dilində olduğu kimi mən həmişə şagirdlərə bundan misal gətirmişəm ki, necə yalnız sözünü görəndə dayanırsınızsa, ingilis dilində də only, never, hardly belə sözlər görəndə diqqət edirsiniz. Səbirsiz şagirdlərim var. Necə ki, bu səbirsiz şagirdlər nə edirlər uşaqlar? Dinləmə verilib, düzdür. Siz dinləməyə 2 dəqiqə vaxt verirsiniz. Bu 2 dəqiqədə dinləmənin suallarına baxmalısınız. Qrammatika sualları asan gəlir deyə keçib vərəqi çevirib qrammatikaya baxmırsınız. Həmin dəqiqələriniz sizin üçün dinləməyə həsr olunur. Ona görə dinləmədəki bütün suallara baxmalısınız. O suallardakı key wordləri, yəni əsas sözləri də ayrı eləməlisiniz. Ona fikir verəcəksiniz. Yaxşı, bu birinci. What is the passage mainly about-da da, yəni bunu artıq neçənci dəfə təkrar edirəm ki, diqqət edirsiniz. Bütün sözlər orada yazıla bilər. Sən əsas bu dinləməyə nə ad qoyarsan, ona fikir ver. Heyvan növündən söhbət gedir, misal üçün. Orada a kind of animal götürəcəksən. A kind of animals da gedə bilər, problem yoxdur. Yəni bir heyvan növündən. Orada deyə bilər ki, kinds of animal, yəni heyvan növlərindən söhbət gedir. Yəni sən orada tərcüməyə fikir ver. Yaxşımı? Oradakı sözlərə fikir ver. Bircə cəmdədirsə onu çıxacaqsan. Ona fikir ver. İkinci nüans nəyə fikir veririk? Dinləmədə. Birinci dinləmənin suallarını görəndə gözləmin ki, dinləmə gələr, qulaq asaram, xeyr. Hətta mümkündürsə əzbərləyin dinləmənin suallarını. Yaxşımı? Vaxt varsa onu əzbərləyin. Dinləməni eşidən kimi biləcəksən ki, hansı yeri hardaydı. Çünki bilirsən ki, yerlər dəyişik ola bilər. Birinci sualdan sonra 3-cü, 4-cü sualın cavabı verilə bilər. Yəni hər tərəfli sən cəld olmalısan dinləməkdəykən. İndi keçirik qrammatikaya. Qrammatika düşünürəm ki, rahat olacaq. Sadəcə bilin ki, onsuz tək və cəm isimlərdən biri düşə bilər və yaxud da digər iki hal düşə bilər. Yəni ismin bütün mövzularından düşə bilər. Əsas artikla fikir verin, artikeldan çaşdıra bilər sizi. Əsas məsələn, həmişə passive voice deyirəm. Məchul növdən çaşdıra bilər. Məchul növdə sual cümlələrinin məchul növə çevrilməsi, hansı cümlələr məchul növə çevrilə bilməz, ona baxırsınız. Zamanlar rahat olur, bağlayıcılara fikir verəcəksiniz. Sonra so'day, nazə, duaydən və yaxud da modal verbslərdən düşünürəm ki, tərcümə kimi düşə bilər. Tərcüməyə əsasən düzgün modal feillər tapa bilərsiniz. Buna diqqət edirsiniz. Başqa inanmıram, çox çətin suallar düşər. Yəni dediyim kimi, Quantifiers-dan 100% sual düşəcək. Yəni bunların üzərində çalışın və YouTube-da da bilirsiniz ki, hər birinə görə, hər birinə uyğun olaraq testdə praktikam da var, dərsin izahı da var. Yəni keçid edib bütün videolara baxıb tapa bilərsiniz. Əlavə olaraq da keçirik reading-ə. Readinglər haqqında nəyə fikir verəcəksiniz? Readinglər haqqında onsuz mən sizə uzun bir video çəkmişəm. Ona mütləq baxırsınız. Reading-də birinci şəkildə suallara baxacaqsınız, sualları analiz edəcəksiniz. Eyni listingdə elədiyimiz kimi. Əsas açar sözləri suallarda onun altına xətt çəkin ki, mən mətndə nələrə fikir verəcəm. Orada mübtəda ilə tamamlığın yeri dəyişə bilər, ona fikir verin. Misal üçün, yerlərin adı dəyişə bilər, yer adları fərqli ola bilər, illər fərqli ola bilər. Hər birinə, yəni
hər birini diqqətli şəkildə incələməyiniz lazımdır. Short tekstlər isə xüsusilə bunlar istər reading olsun, istər short tekstlər olsun, söz bazasına əsaslanan bir şeydir. Yəni həmişə demişəm, söz bazamız yaxşıdırsa biz onları yaza biləcəyik. Deyilsə, yəni bizdən sehrli bir şey gözləməyin uşaqlar. Oxuyacaqsan normal şəkildə və o suala uyğun olan cavabı tapacaqsan. Short tekstdə sadəcə problem nədir? Short tekstdə olan bütün sözləri variantlarda verə bilərlər. Okey uşaqlar, üzrlü sayarsınız, biraz sürətli danışıram. Səbəb odur ki, 10 dəqiqəyə dərsim başlayacaq. O səbəbdən biraz sürətli danışmam üçün hər birinizə üzr istəyirəm. Amma ki, fikirlər çox, vaxt az, bilmirəm. Yəni dediyim kimi də mənim nəvizə 24 saat bəs eləmir. 48 saat olsa bəlkə işlərimi çatdıra bilərəm. Sonra nəyə keçid edir? Short tekstlərdə hər biri haqqında variantlarda məlumat verə bilər. Sən fikirləşirsən ki, bu qısa mətnin məğzi nədən ibarətdir? Burada mənə nə fikir çatdırmaq istəyir? Qısa olaraq nə fikir verə bilər mənə? Mən ona vaxtım olacaq inşallah ki, ya sabah ya biri gündə short tekstlərdə dinləməklə bağlı nümunələrin üzərində tətbiq olunmuş bir video çəkəcəm. İnşallah ki, onun sizə çox faydası olacaq. Onu qaçırmayın və dua eləyin ki, Allah mənimizə biraz vaxt versin. Onu çəkən kimi də paylaşacağam. Son olaraq, yəni qısa şəkildə nələrə fikir verəcəyiniz haqqında məlumat verdim, amma dediyim kimi bunları mən praktika edərək də sizə başa salacağam ki, imtahanda necə yazmalıyıq, nələrə fikir verməliyik. Ümumi olaraq da arzularımı bildirsəm sizə, təbii ki, mənim dualarım hər birimizdəndir. Yəni istər 11, istər məzun, istər 9-lar, hər birinin yeri mənim üçün ayrıdır. Ona görə də 9-lar məncə daha rahat olmalıdır. Çünki burada heç bir şagirdin heç bir taleyi həll olmur və bu bir dərs olacaq ki, misal üçün mən 9-da imtahandan sonra nələrə diqqət eləməliyəm, nələrə fikir verməmişdim, gəldi imtahanda mənə düşdü. Bax, bu sizin üçün çox gözəl həyat dərsi olacaq. Ona görə maksimum şəkildə bu səhvlərdən peşman olmamaq üçün çoxlu praktikalar edirsiniz. Praktikalar edərək nəyi nəzərdə tuturam? Dinləmə olsun, dilimdəki bütün dinləmələr, mətnlər, short tekstlər hər biri işlənməlidir. Tələsmirsiniz, həmişə dediyim kimi dinləmədən, misal üçün, ola bilər ki, sən həyəcanlandın, dinləyə bilmədin, onun mandrajına düşüb digər suallarda korlanmırsan. Buna ikinci diqqət edirsən. Təbii ki, dinləmə rahat olacaq, sadəcə bəzən tələbələr deyir ki, tələbələr deyirəm həmişə, şagirdlər deyir ki, müəllimə, dinləmənin səsi çox yüksək idi. Mən bunu bəzən bəhanə kimi qəbul eləyirəm, amma yaxşı oxuyanlar belə deyir ki, yəni səs çox yüksək olur. O səbəbdən, yəni maksimum şəkildə fikrinizi toparlayıb, hər bir cümləsinə qədər hətta çatdıra bilsəz dinləyərək, yaxşı olar ki, qeyd də götürəsiniz ki, burada söhbət nədən gedirdi. Sonra baxasınız suallara, o da ola bilər. Əsas məsələ son arzum da olacaq ki, əgər tam əmin deyilsinizsə, variantı dəyişmirsiniz. Əksər hallarda 80% hallarda şagird əgər əmin olmadığı sual dəyişirsə, əksər hallarda onun doğru variantı ilk yazdığı olur. Ona görə fikir dəyişmir. İnşallah ki, mən bu haqda bir video da çəkmək istəyirəm. Neçə bal yığmışdım, nələrə fikir vermişdim, mənim etdiyim səhvlər nələr olub. Allahın izni ilə onlar paylaşılacaq. Qısa olaraq deyirəm ki, nəyə görə deyəcəm. Mən 589 bal yığmışamsa, onun 40 balını həmişə şagirdlərim hər biri bilir demişəm. 40 balını son anda 5 dəqiqədə fikir dəyişdiyimə görə olub. Yəni 639 baldan mükəmməl şəkildə balımı 500 balımı o qədər tez-tez danışıram, dərsə çatmalıyam deyə 5 dəqiqəmiz qalıb. Balımı dəyişdim, yəni son anda 639 baldan 589 bala salan mükəmməl kəmlə müəllimə. O səbəbdən, yəni hər bir şagirdimə də onu deyirəm ki, siz mənim etdiyim səhvi etməyin. Son olaraq hər birinizə uğurlar arzulayıram. İnşallah ki, özünüzə güvənin. Heç kim sizə heç nə deməyəcək imtahandan sonra. Özünüzü mandraja salmayın və imtahandan çıxandan da sonra bilin ki, neynəsəz də nəticəni heç nə dəyişməyəcəkdir. Nəticə olaraq uşaqlar özümüzə güvənirik, imtahanda tələsmirik. Yəni, indi mənim bu videodakı danışdığım kimi tələsmirsiniz. Amma dediyim kimi çatdırmağa görə biraz sürətli danışdım. Özünüzə güvənirsiniz, normal yuxu rejiminizə fikir verirsiniz və son imtahana qalmış. Misal üçün, bazar günü imtahandırsa 6-cı gün artıq 7-dən sonra əlavə, hətta deyərdim 6-dan sonra əlavə heç nə açıb oxumursunuz. Nələr eləyə bilərsiniz son bir gün qalmış? Riyaziyyata baxa bilərsiniz, riyaziyyatdan heç bir fərqi yoxdur. İngilis dilindən grammar-a baxmaqdansa deyərdim ki, biraz sözləri təkrar edin. Çünki sözlərdən biraz vura bilər, mətndə çətin ola bilər. Çünki 9-larda həmişə 1-2 dənə qıcıq suallar olur ki, həqiqətən 11-lərə o tipdə düşmür. Bir dənə ona fikir verin. Yəni dediyim kimi passive voice olsun, sözlər olsun və short tekstlərə fikir verin. Axıra kimi oxuyursunuz və ümumi söhbət nədən gedir? Şərtə fikir verin də bizdə nə istəyir?
onu tapmağa çalışırsınız. Bu videonu məndən xahiş edən şagirdlərim üçün çəkmək istədim. İnşallah dediyim kimi hər şey yaxşı olacaq uşaqlar. Özünüzə güvənməyi, dediyim nüanslara əməl etməyi və əlavə olaraq da hansı bölmədən zəifliyimiz varsa mənim səhifəmə daxil olub ona aid video olmamış olmaz. Bir dənə conjunction çatdırmamışam. Səhv eləmirəmsə, digər sahələrə aid hər bir şeyi sizlə müzakirə eləmişəm. Əlavə olaraq exams-la bağlı mənim playlistim var YouTube-da. Ona da baxıb, yəni bildiklərinizi təkrarlamağı unutmayın. Hər birinizə bir daha uğurlar. Allah amanında. İnşallah ki də gözəl nəticələrinizlə gəlib nəticənin necə olduğunu, imtahanın necə keçdiyini bu videonun altında yazmağı unutmayın. Wishing you best of luck. Have a good day.